Deyirəm, qərara gəldim ki, bir arada idmanla məşğul olum. Getdim, o Push 30'dur, nədir, bilirsiniz də belə bir tətbiq var. Yəni pul ödəyirsən, illik müəyyən paketlər var. Var standart plus, bir də var premium. Yəni onun əsasında hələ bir sənin olduğun yerə yaxın olan göstərir sənə hara idmana gedə bilərsən. Ne bileyim, fitness zallardır, hovuzlardır, hamamlar da var orada. Mən aldım standart paket. Düşdüm o qara cümədə möhkəm güyə endirimlər var idi. 537 manat illik aldım bunlardan o paketi. Əvvəlcə çox sevinmişdim. Ne yaxşı, bu da gedəcəm hər yerə idmana, filan beşmekan. Həm də o bəzi idman yerlərində bu lezzetli hamamlar var, spa. Dedim, həm də ki istirahət eləyərəm də. Söhbət olmasın deyim, həm də çimərik. Gedək hamama, həm də çimərik. Neysə, artıq o tətbiqi işlətməyə başlayanda baxıram, qurdalayıram, görürəm ki, sən deyim, akasıca bu standart paketdə sən deyən bir şey yoxdur. Standart paketdə, yəni belə də 5-6 dənə səviyyəli yerlər var. O da ki, yəni lap da belə səviyyəli yox, amma belə də, yəni ki, dözümlü. Qalanı hamısı pilates, nə bilim, yoga, ya da ki, hansısa mərkəzlərdir. Hansı ki, yazılıb ki, ancaq qadınlar üçün. Ümumiyyətlə, o Push 30 tətbiqinə mən daha çox onun burasını qurdalayanda görürəm ki, bu deyəsəli qadınlar üçün yaranır. Ama mənim pilates neyimə lazımdır, mənim yoga neyimə lazımdır, mənim meditasiya neyimə lazımdır. Gic, lazımsız yəni idman seksiyaları. Bir də ki, nə qədər istəyirsən o kaçalka, yəni gedib dəmir-dümür qaldırmağa. O ki, qaldı ki, amma o yaxşı hamamlar, yaxşı hovuzlar ya qadınlar üçündür ancaq, ya da ki, bəziləri var orada. Məsələn, fitness zaldır, idman zalı. Onun xidmətlərinin arasında var. O spadır, nə bilim, saunadır, yəni belə də lezzetli şeylər. Necə deyərlər, bizim yaşımıza, köhnələrə uyğun olan bir şeylər. Halbuki, əlaqə saxlayırsan bunlarla ki, mən gəlib ondan yararlana bilərəm. Deyir, yox. Sən birdən-birə bütün bu servisləri yararlanmaq üçün gərək əlavə ödəniş eləyəsən. Yəni, gəlib ancaq dəmir-dümürü belə qaldıra bilərsən. Neyimə lazım mənim o dəmir-dümürü qaldırmaq? Mənə hələ məhz həmən o istirahət lazımdır da. Neysə, uzun sözün qısası, o mənim fikrimcə şəxsən Push 30 tətbiqi tamamilə yəni mənasız bir şeydir. Ya da mənalıdır, gərək alasan plus paketini, alasan premium paketini, onda belə də baxanda onda mən gəlib 1000 manat, 1000 nə qədər illik verib o premium paketini almaqdansa neynirəm hələ onu almağa? Gedib hələ evimin yanında bir dənə yaxın yerə, bir dənə yeri yazılaram aylığına, hələ gedərəm orada. Yəni, standart paket Push 32 apar tulla. Yəni, bir köpüklik, yəni lazımsız bir şeydir. Bu qədər qəlbdən qəlbə.